Salam. Sizdən gələn suallara cavablandırıram. Deməli, arıqlamaq istəyirəm, nə edə bilərəm? Çəki heç getmir. Demək ki, bir neçə üsullar istifadə olunub, amma niyə çəki getmir? Çəkini korreksiya eləmək lazımdır. Metabolizmi yaxşılaşdıran bir sıra təbii üsullar var. Biz hər zaman deyirik, aktiv hərəkət, qidalanma və yuxu rejimi. Bunun yanında nələr istifadə etmək olar? Adətən gedib bir dəfəlik nəzərə çaylar və dərmanlar alıb istifadə edirsiniz. Onlar ancaq sizin bağırsaqlarınızı işlədir. Arıqlamaq təkcə bağırsaqlıq deyil. Burada metabolizmi sürətləndirmək lazımdır. Rozmarin, Məkkə gülü, yarpız, solmaz çiçəyi. Bunların hərəsindən bir çay qaşığı götürüb 400 ml qaynar suda dəmləyib 20 dəqiqə dam aldıqdan sonra süzürsünüz. Süzdükdən sonra gündə 2 dəfə 200 ml yeməkdən öncə daxilə qəbul edin. 2 həftə istifadə edin, 1 həftə fasilə verin. Öddaşı olanlar ise istifadə etməsin. Əgər kiminsə ishalı varsa və ya da bağırsağa görə müalicə alırsa, həkimi ilə məsləhətləşməsi lazımdır. Arıqlamaq çətin deyil, müraciət edə bilərsiniz.